bəşəriyyətə göstərdik ki, bu torpaq sahibsiz deyil. Bu torpağın İlham Əliyev kimi müzəffər Ali Baş Komandanı, bu torpağın müzəffər, rəşadətli, sarsılmaz və dönməz ordusu var. Şəhidlər hər bir xalqın iftixarıdır, milli qürur yeridir. Eləcə də bizim Azərbaycan xalqının bugün ən böyük iftixar yeri, ən böyük qürur yeri onun şəhidləridir. Şəhidlərimiz bizim başımızın tacıdır. Külək olub torpağının daşını dönə-dönə ötəydim mən, qucaydım mən. Bulud olub göz yaşımı leysan kimi tökəydim mən. Həsrət olursa olsun çox ağırdır. Ancaq ən ağırı vətən həsrətidir. Vüsal hər nə olursa olsun şirindir, ən şirini vətən vüsalı. Biz o həsrəti də yaşadıq, biz o vüsalı da yaşadıq. Bir xatırlatma deyim, 2014-cü ilin avqust ayının 6-sında Prezidentimiz, Ali Baş Komandanımız 83 sayılı Qaşın qəsəbəsinin açılışındaydı. Orada mən də çıxış elədim onun qarşısında. Sonda bizlə vidalaşdı. En sonda mən əl tutdum ondan və Prezidentimizin əllərini tutub buraxdım. Dedim, möhtərəm Prezident, Ali Baş Komandan, siz Azərbaycanda çox böyük uğurlara, qələbələr imza atmışsınız. Ancaq ən böyük imza yeriniz durur. O yer, o imza yeri Qarabağdır. İnanırsınız ki, benden onun şəkili de var. Gülə-gülə dedi ki, inşallah o gün de olacak. Minlərlə kəfənsiz yatanı, sən şəhid oğlusan, incitmə, yazıqdır atanı.